Salam. Amid Məmmədovun test topusundan belə bir suala baxırıq. 36-cı sual. Ölkədə ümumdaxili məhsulun miqdarı 60 milyard ABŞ dollarıdır. Ümumdaxili məhsul deyəndə ölkənin daxilində olan milli şirkətlər plus ölkənin daxilində olan xarici şirkətlər nəzərdə tutulur. Bu dövlətin, bu 60 milyard ABŞ dollarıdır. Bu dövlətin ölkə xaricindəki milli şirkətlərinin istehsal etdiyi məhsulun həcmi 33 milyard ABŞ dollarıdır. Deməli, ümummilli məhsul deyəndə isə ölkənin məhsulu nəzərdə tutulur. Yəni, həm ölkənin daxilindəki milli şirkətlər, həm də ölkənin xaricindəki milli şirkətlər nəzərdə tutulur. Bizə deyir ki, xaricdəki milli şirkətlər nə qədərdir? 33 milyard ABŞ dollarıdır. Sonra deyir ki, ümumdaxili məhsulda xarici şirkətlərin payı 9 milyarddır. Xarici şirkətlərin payı 9 milyarddır. Onda tapırıq ümumdaxili məhsul nə qədərdir? Ümumdaxili məhsul 60-dan çıxırıq 9-u, qalır 51. Əgər ümumdaxili məhsul 51-dirsə, burada da 51-dir. 51 ilə 33-ü toplayanda ümummilli məhsulu tapırıq. Bərabərdir 51 üstə gəlsin 33 84 milyard ABŞ dolları edir. Salam. Amid Məmmədovun test topusundan belə bir suala baxırıq. 36-cı sual. Ölkədə ümumdaxili məhsulun miqdarı 60 milyard ABŞ dollarıdır. Ümumdaxili məhsul deyəndə ölkənin daxilində olan milli şirkətlər plus ölkənin daxilində olan xarici şirkətlər nəzərdə tutulur. Bu dövlətin, bu 60 milyard ABŞ dollarıdır. Bu dövlətin ölkə xaricindəki milli şirkətlərinin istehsal etdiyi məhsulun həcmi 33 milyard ABŞ dollarıdır. Deməli, ümummilli məhsul deyəndə isə ölkənin məhsulu nəzərdə tutulur. Yəni, həm ölkənin daxilindəki